Baxın da efirdə görürsüz gündə nə qədər. Nə mövzulardır onlar? Nəyə lazımdır onlar? Mənasız şeylər və bunlar insana təsir göstərir. Quranda ayə var: "Fəlyanzuril insan ila ta'amih." İnsan yediyinə baxmalıdır, nə yeyir. İmamlarımız deyir, bu təkcə maddi qidadan deyil. İnsan mənəvi qidasına da baxmalıdır. Kimə qulaq asır, nə eşidir, hansı kitab oxuyur. İnanın ki, xəsis bir müəllifin yazdığı əsər sənə də sirayət edir, o xəsisliyi sənə də sirayət edir, sənə də keçir. Hərdən alıram, götürürəm, məsələn, 2 sətir şeir oxuyursan, ah, nalə, zarımaq gəlir ancaq. Adama təsir göstərir. Bu adamlar ki, gördünüz ki, zarıyır, bütün günün mənfi şeyləri görür. Deyirəm, salam, necəsən? Zəng eləyərəm inşallah, sağ ol, bir tərk yola ver, çıxsın, getsin. Bir dəqiqə deyən son xəstələndirəcək virus kimidir. İnsan var ki, adam yarım saat oynan oturur, dünyanın daşı elə bir insanın çiyinlərinə gəlir. O qədər zarıyır, hər şeydə mənfi bir şey axtarır.